Yunanistanın oyuna hazırlıqlar necə gedir? Yaxşı gedir, qaydasında gedir. Komanda yaxşı motivasiya olunub. Keçən oyun 2-2 bərabərə qalmışdınız. Bu dəfə qələbə qazana bilərsiniz sizcə? İnşallah, inşallah qələbə qazanarıq. Bizim üçün bu vacib oyundur. Ona görə də inanıram ki, bütün uşaqlar, yəni əlindən gələni eləyəcək ki, bu oyunda qələbə qazanar. Bu oyun turnirdəki çıxışınız baxımından önəmli oyundur. Bu komandada təzyiq yaradırmı? Təzyiq əlbəttə ki, biz özümüz biraz vəziyyətimizi çətin vəziyyətə saldıq. Ona görə üstümüzdə, yəni biz bu qrupdan çıxmaq istəyirik. Ona görə də bacardığımızı əlimizdən gələni eləyəcəyik. Oyunun səfərdə olması sizə hansı çətinliklər törədə bilər? Səfərdə olması yol amilidir, yəni yorğunçuluq ola bilər. Orada azarkeşlər nə dərəcə var, yoxdur, onu bilmirəm, amma əsas yol amilidir ki, yorğunçuluqdur oyundan qabaq. Bu qədər.